3 gündür burada qazıntı iş aparılır, baxan yoxdur. Kanal 21'e müraciət edən Hacıqabul rayonu Meynimay kənd sakini Orxan Vəliyev iddia edir ki, Hacıqabul rayonunun 1-ci Meyniman, 2-ci Meyniman və Ağtaçı Şirvan kəndlərinin sakinlərinin istifadəsi üçün ayrılmış, ümumi istifadədə olan örüş təyinatlı torpaq sahələri qanunsuz və saxta sənədlər əsasında ayrı-ayrı şəxslərə satılıb. Vətəndaşın sözlərinə görə 3 kəndin yaxınlığında yerləşən və dövlət mülkiyyətində olan örüş təyinatlı torpaq sahələrində heç bir ictimai razılıq və ya kənd sakinlərinin məlumatı olmadan qazıntı və torpaq daşınması işləri aparılır. Orxan Vəliyev iddia edir ki, bu işlər əslən Laçın rayonundan olan sahibkar Rəşad Şirinov tərəfindən həyata keçirilir və nəticədə torpaq sahələrindən təyinatı üzrə deyil, başqa məqsədlərlə istifadə olunur. Müraciət müəllifi həmçinin bildirir ki, sözügedən ərazidə mövcud olan yaşıllıqların məhv edilməsi və ağacların qırılması halları baş verir. Onun fikrincə, bu məsələlər aidiyyəti qurumlar tərəfindən araşdırılmalıdır. Orxan Vəliyev iddia edir ki, qeyd olunan qanunsuzluqlarla bağlı dəfələrlə müxtəlif dövlət qurumlarına müraciətlər ünvanlansa da, indiyədək hər hansı nəticə əldə olunmayıb. Vətəndaşın sözlərinə görə Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Sevindik Kətəmov tərəfindən həmin torpaq sahələrinin təyinatının dəyişdirilməsi məqsədi ilə Nazirlər Kabinetinə müraciət göndərilib. Müraciət müəllifi hesab edir ki, əgər bu torpaqların təyinatı dəyişdirilərsə, 1-ci Meyniman, 2-ci Meyniman və Ağtaçı Şirvan kəndlərində heyvandarlıqla məşğul olan sakinlər ciddi problemlərlə üzləşəcək. Çünki kəndlərin istifadəsində başqa örüş sahəsi yoxdur. Bundan əlavə Orxan Vəliyev iddia edir ki, Göl çayının su tutar ərazisinə aid olan və yerli sakinlərin istifadəsində olmuş Axmaz sahəsi də kənd əhalisinin istifadəsindən çıxarılıb. Vətəndaş aidiyyəti dövlət qurumlarından səsləndirdiyi iddiaların araşdırılmasını, torpaq sahələrinin hüquqi statusunun yoxlanılmasını və qanunvericiliyə uyğun tədbirlərin görülməsini xahiş edir. Salam, hörmətli izləyicilər, hörmətli Azərbaycan xalqı. Mən Vəliyev Orxan Şeyxanoğlu, Hacıqabul rayon Meyniman kənd sakiniyəm. Mən bu reportajı çəkilişi hazırlamaqda çəkməkdə məqsədim odur ki, gördüyünüz bu ərazilər Hacıqabul rayonunun Meyniman kəndinin ərazisidir. 1-ci Meyniman, 2-ci Meyniman, Ağtaçı Şirvan kəndlərinin ərazisidir. Bu ərazilər dövlət kənd sakinlərinin heyvan qaralan otarması üçün dövlət örüş təyinatlı torpaq sahəsidir. Bu torpaq sahəsi, yəni ona görə dövlət örüş torpağı ki, kənd sakinləri üçün ayrılmış ümumi istifadə örüş torpaqları hamısı saxta sənədlərlə 8-6 hektar ərazi satılıb, saxta sənədlərlə. Əlimizdə rəsmi sənədlər var. Bu ərazidə cəmiyyət kəndin yaxınlığında olduğuna görə bu ərazidən də cəmiyyət istifadə edirdi. Bu ərazini də sahibkar Şirinov Rəşad, əslən Laçınlı olan sahibkar Şirinov Rəşad Aydınoğlu tərəfindən icarəyə götürülüb. Dövlət örüş torpağı kimi. Bugünkü günü 2014-cü ildən götürülüb. 2014-cü ildən bugünkü günə qədər bu əraziləri dava qırğınla, şikayətlə saxlamışdıq. Çox təəssüf ki, bu ərazilər, gördüyünüz bu əraziləri təyinatından kənar qanunsuz qırıb torpaq daşıması işi həyata keçirilir. Adını da qoyublar ki, güya bəndatma idarəsi tərəfindən həyata keçirilir. Mən bəndatma idarəsini və Hacıqabul su idarəsinin müdürü Siyavuş müəllimlə əlaqə saxladım. Siyavuş müəllim bildirdi ki, bu ərazidə qazıntı işlərini biz aparmırıq. Mən orada Rəşad Şirinov öz ərazisindən su basanda sızma gedirdi. Orada mən bir gün gəldim, bəlkilmə iş aparam. Bu gördüyünüz bu kamazlar, texnika hamısı şəxsidir. Rəşad Şirinov tərəfindən şəxsi öz hesabına aparılır. Baxın, bununla bağlı mən dövlət orqanlarına müraciət eləmişəm, Ekologiya Nazirinə, Fövqəladə Hallar Nazirinə, Əmlaka, rayon İcra Hakimiyyətinə müraciət elədim. 3 gündür burada qazıntı iş aparılır, baxan yoxdur. Mən bu məsələ ilə bağlı rayon İcra Hakimiyyətinin baş memarı Salman Zamanova mən iradımı bildirdim ki, dövlət örüş torpağı da olsa bu ərazidə qazıntı işi aparıla bilməz. Lakin o da xəbəri olmadığını bildirdi və sonra da mənə əlaqə saxladı, mənə bildirdi ki, bu ərazidə Rəşad tərəfindən aparılmır, Rəşad Şirinov tərəfindən qazıntı işi aparılmır. Bəndatma idarəsindən tərəfindən aparılır. Lakin heç bir sənəd təqdim olunmadı bugünkü günə qədər. Və bu ərazidəki yaşıllığın qırıb törədilməsi birbaşa ekoloji cinayətdir. Çox təəssüf ki, Hacıqabul rayon İcra Hakimiyyətinə bu məsələlərlə öz mövqeyini bildirməyib. Xahiş edirəm,
Cənab Prezident, Ali Başkomandan İlham Əliyev, Baş Prokuror Kamran Əliyev cənabları, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağayev cənabları, xahiş edirəm bu məsələni nəzarətinizə götürəsiniz. Bu özbaşınalığa son qoyulsun. Necə olur bir sahibkara qanunsuz əməllərlə bağlı, dayandırmasıyla bağlı rayon icra hakimiyyəti tərəfindən göstəriş verilmir. Mən bu gün dövlət orqanlarına sorğu bildirmişəm ki, mənə rəsmi qaydada məlumat verilsinlər. Mən bu çəkişi işıqlandırmağıma baxmayaraq mənə rəsmi qaydada məlumat verilsin ki, necə olur? Bu hansı formada, hansı qanuna əsaslanaraq bu ərazidə qazıntı iş aparılır? Bəndəatma idarəsi tərəfindən aparılırsa, bəndəatma idarəsi buna rəsmi cavab bildirsin. Amma heç bildirən də yoxdur. Ekologiya Nazirliyinin 3 saylı Sabirabad Şirvan Ekoloji İdarəsinin müdürü Fərid Firiyevədən müraciət etmişəm. Dövlət Ekoloji Təhlükəsizlik İdarəsinə də müraciət etmişəm. Çox təəssüf ki, rayon icra hakimiyyətindən bu dövlət orqanlarına, əmlaka və Ekologiya İdarəsinə, Nazirliyinin ərazi idarəsinə göstəriş verilib ki, ərazidəki qanunsuzlarla bağlı heç bir iş gedib araşdırma aparmayasınız. Xahiş edirəm bu məsələ işıqlandırılsın, bu özbaşınalığa son qoyulsun. Dövlətin ölçüsü də olsa, bələdiyyə də olsa, fərq yoxdur. Torpağın təyinatından kənar istifadə edilməsi qanuna ziddir. Xahiş edirəm bu məsələni ciddi şəkildə nəzarətə götürəsiniz. Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağayev cənablarına müraciət edirəm. Bu Rəşad Şirinov barəsində bir ölçü götürülsün. Bu Rəşad Şirinov qanunsuz əməlləri Çolana ərazisində də həyata keçirdir. Orada da bunun qanunsuz cinayət əməllərindən cəmaət narazıdır. Xahiş edirəm, bunun barəsində tədbir görülsün. Rayon icra hakimiyyətində bu məsələ Prezident administrasiya səviyyəsində qaldırılsın, rayon icra hakimiyyətində bu məsələ nəzarətə götürülsün. Hacıqabul rayon icra hakimiyyətinin başçısı Sevindi Hətənən cənablarına müraciət edirəm. Cənab başçı, əgər sizin bu məsələdən xəbəriniz yoxdursa, mən bu sizin nəzərinizə çatdırıram, çəkdim bu reportajla. Bu özbaşınalığa son qoyulsun. Bir kasıb, bir sadə vətəndaş buradan bir kamaz torpağı aparsa, olsa bütün qurumlar həmin vətəndaş barəsində cinayət işi açıb tədbir görərlər. Amma bu boyda ekoloji cinayət törədilir. Dövlətin örüş torpağı, yaşıllıq, qırım məhv olur, daşınır. Heç bir dövlət orqanı gəlib rəsmi cavab bildirmir ki, qardaş, sənin dediyin məsələ düzdür, budur məsələ. Ancaq örtbasıya olunur. Əgər belə örtbasısı olunacaqsa, onda biz bu ölkədə yaşamağa ehtiyac yoxdur. Bu ərazilər də gördüyünüz ərazi 130 hektardan çox yerdir. Bu ərazi cəmaatın yeganə örüş yeridir. Bu ərazində təyinatın dəyişməsi ilə bağlı rayon icra hakimiyyətinin başçısı hörmətli Sevindi müəllim Rəşad Şirinovun xeyrinə təyinatın dəyişməsi ilə bağlı Nazirlər Kabinetinə müraciət edib. Təyinat dəyişikliyi ilə bağlı. Yaxşı, hörmətli cənab başçı, siz bu torpaqların təyinatın dəyişməsi ilə bağlı müraciət etmişsiniz sahibkarın xeyrinə. Yaxşı, cəmaatın 1000 təsərrüfatdan ibarət əhali var, 3 kəndin əhalisi var. Bu əhalinin heyvan qarasının otarması üçün ümumi istifadəyə örüş torpağı ayrılmışsınız, ayrılmamışsınız. Ayrılmıyor. Heç bir tədbirdə görülmür. Mənə bildirirlər ki, baş memar Salman zaman bildirir ki, orada torpaqlar, ümumi istifadə torpaqları var. Zəhmət çəkin ümumi istifadə torpaqlarında mənim sənədləri göstərəcəm videoda. Hamısı qanunsuz saxta sənədlərlə satılır. Hamısı satılıb qanunsuz saxta sənədlərlə. Üzərində komplekslər tikilib, qarajlar, fermalar tikilir. O ərazilər hansını boşaldılacaq ki, hansı söküntü işi aparılacaq ki, indi siz rahat arxan şəkildə danışırsınız. Bu ərazi heç olmasa 1000 nəfər təsərrüfat var burada. Cəmaət istifadə eləsin. Mən buradan Hacıqabul rayon Meyniman kəndinin sakinlərinə, Axtaşı Şirvan kəndinin sakinlərinə səslənirəm. Bu özbaşınalığın qarşısı almaqdan ötürü xahiş edirəm, öz mövqeyinizi də bildirəsiniz. Bu ərazi tək məndən ibarət deyil, mənim ərazim deyil. Bu cəmaətin ərazisidir. Mənim ixtiyarım çəkib işıqlandırmaqdır. Lakin torpağınızı örüş tələb eləməyiz sizin öz ixtiyarınızdadır. Bu günlə bu ərazidə geçsə, cəmaətin heyvan qarasının otlayacaq yeri məhv olacaq. Cəmaət heyvan qarasını çıxartmağa yeri olmayacaq. Xahiş edən bu məsələləri ciddi şəkildə nəzarətə götürsün. Baş prokuror Kamran Əliyev cənabları. Bu kamazlar, bu texnika şəxsi kamazlardır, texnikalardır. Sahibkar Şirinov Rəşad Aydınoğlu'nun üçün işləyirlər. Bəndəatma idarəsinin heç bir bu işə aidiyyəti yoxdur.
Oradakı qazıntıları, ağacları da, yaşıllıq qırılan ağacları da mənim çəkib göstərirəm. Mənim məsələ ictimailəşdirmə və cənab prezidentə, yuxarı stansiyalara, hüquq mühafizə orqanlarına çatdırmaqdır. Bu günləri bir sahibkara görə 1000 nəfər təsərrüfatı məhv eləmək lazım deyil. Biz sahibkarlığın inkişaf etdirməsində maneçilik deyil niyyətimiz. Lakin bizə ümumi istifadəyə ayrılmış 8 hektar 6 hektarlıq yeri boşaldıb qaytarılmadığı halda bu ərazinin də bu vəziyyətə salınması nə qanuna, nə vicdana, nə ləyaqətə yaraşan şeydir. Heç olmasa bu ərazilər saxlanılsın vətəndaşlar üçün. Amma saxlanılmır, qazıntı iş aparılır. Burada yulğun ağacları vardı, qırıb bastırıblar hamısını burada. Yoxa çıxardıblar. Bu yaşıllıq ərazilər hamısı. Xahiş edən bu məsələ ciddi şəkildə nəzarətə götürülsün və Rəşad Şirinov barəsində tədbir görülsün.